Bugün mövzumuz çox nevrologiyanın aktual mövzularından biridir. Dağınıq skleroz. Çünki dağınıq skleroz xəstəliyi elə bir xəstəlikdir ki, burada artıq tək xəstəliyə dərman preparatları ilə dərman yanaşması yox, həmçinin xəstəliyin gedişatı, onun qarşısının alına bilməməsi, hələ də günümüzdə bir çox protokollara, bir çox yeni dərmanların daxil olunmasına baxmayaraq, bir çox müalicə üçün istifadə olunan dərmanların sayının çoxluğuna baxmayaraq, günümüzdə hələ də aktual problem kimi qalır. Çünki xəstələrin baxmayaraq ki, akademik müalicəni alır, vaxtı-vaxtında bütün dərman terapiyasını edir. Xəstələrdə olan koqnitiv pozulmalar, nevroloji defitsitin digər variantları, paresteziyalar, hərəkət pozulmalar və hətta ən önəmlisi dağınıq sklerozun qarşısının alınması ilə bağlı olan defisitlər bugünkü gün daha nə edə bilərik sualını bütün nevroloqların qarşısında qoyur. Ona görə də məhz müasir təbabətdə bugünkü gün dağınıq sklerozun bir bütüncül yaxlaşımı, bütüncül müalicəsi prinsiplərinə bugün sizlərlə birlikdə baxacağıq. Dağınıq sklerozdan danışırdıq. Yəni dağınıq skleroz dedik ki, irsi xəstəlik olmasa da irsi polimorfizmlərindən gedən bir xəstəlikdir və bu yalnız genetik meyillik fonunda epigenetik tətikləyicilərin rolu ilə inkişaf edən multifaktorial autoimmun xəstəlikdir. Və qeyd eləyək ki, epigenetik faktorlara aiddir həyat tərzi dəyişiklikləri, insulin dirənci, hədsiz spirtli içki qəbulu və kofein qəbulu. Bir çox viruslar burada tam izah oluna bilməsə də, bir çox virusların olması hepatitdir, kandidadır, bakteriyalardır, influenzadır, herpes simplex virusudur, iltihabi ocaqların olması demək, dişdə iltihab ocaqları ola bilər, sinuslarda iltihab ocaqları ola bilər ki, bunlar xəstəliyin gedişatını tətikləyən epigenetik faktorlardandır. Daha sonra bağırsaq dizbiozunun olması. Bilirsiniz ki, integrativ təbabətdə, integrativ tip həkimlərinin ən çox baxdıqları tərəf, əhəmiyyət verdiyimiz tərəf bağırsaq dizbiozunun olmasıdır. Hansı ki, pasiyentlərimizdə Klebsiella, Pseudomonas, Clostridium, Proteus kimi bağırsaq dizbiozu aşkarlanır. Toksinlər böyük rol oynayır. Ağır metallar, alüminium, plumbum, kadmium, intoksitlərdir. Siqaret çəkmənin birbaşa dağınıq skleroz ataklarını tətiklədiyi artıq elmi məqalələrdə də öz əksini tapıb. Və nəhayət vitamin, mineral defisiti. Mən burada ən çox bizim nevroloq kimi diqqətimizi cəlb edən Epstein-Barr virusunu qoymuşam. Nəyə görə? Çünki Epstein-Barr virusunun EBV-nin nüvə antigeni olan EBNA1 mərkəzi sinir sistemindəki glial fibrilyar asidik protein, GFAP dediyimiz və miyelin molekulları arasındakı struktur bənzərliyi var ki, bu virusa bizim aktivləşmiş immun hüceyrələrimiz hücum etdikdə, yəni Epstein-Barr virusu olan hər hansı bir pasiyentdə bu struktur, yəni miyelinin molekulları ilə EBNA1 antigeni uyğun strukturda olduğu üçün səhvən Epstein-Barr əvəzinə aktivləşmiş immun hüceyrələri sinirlərimizi qoruyan miyelin qişaya hücum edir və nəticədə adı gedən demilnizan xəstəliyin yaranmasında rol oynamış olur. Və təbii ki, hər birimizin bildiyi vitamin D defisiti çatışmazlığının olmasıdır. Çünki bu da immun tolerantlığı pozur. Vitamin D-nin əslində metabolizminə təsir edən xüsusi genlər var ki, bildiyimiz G, C və CYP24A1 polimorfizmləridir ki, məhz bu səbəbdən də bizim müayinədə olan bütün dağınıq skleroz xəstələrində vitamin D defisitini biz görürük. Baxmayaraq ki, onlar davamlı şəkildə vitamin D qəbul edirlər. Əgər söhbət bir autoimmun xəstəlikdən gedirsə və bütün dünyada ən çox belə deyək diqqət mərkəzində olan və ən pis müalicəyə tabe olan xəstəliklər qrupu autoimmun xəstəliklərdir bildiyimiz kimi, onu daha rahat başa düşmək üçün mən burada hər birimizin yadına normal immun hüceyrələrin ordu modelini qoymuşam ki,
Hamımız birlikdə bu immun sistemin normal fəaliyyətini xatırlayaq. Sağlam immun sistemdə hüceyrələr mükəmməl bir koordinasiyada işləyir. Yəni bir-biri ilə mükəmməl bir əlaqə ilə işləyir. Hər bir hüceyrənin öz funksiyası var. Burada makrofaqlar, mikroqliya hüceyrələri, T limfositlər, B limfositlər öz işini görür ki, makrofaqlar və mikroqliya hüceyrələri kəşfiyyat və ilkin müdafiə hüceyrələridir ki, bunlar bədənə daxil olan hər hansı bir yad maddənin antigeni təqdim edən hüceyrələrdir. T limfositləri isə baş qərargah və xüsusi təyinatlar adlandıra bilərik. Hücum və atəşkəs qərarı verən hüceyrələrdir. B limfositlər isə silah fabriki olaraq adlandırmışıq. Niyə? Çünki xüsusi anticismlər sintez edən hüceyrələrdir. Ümumiyyətlə beyində beyni qoruyan immun hüceyrələr mikroqliyadır. Gəlin biraz bunların funksiyalarına nəzər salaq, yadımıza salaq ki, mikroqliyanın əsas funksiyası nədir? Yəni sanki bu hüceyrələr çox qollu budaqlı hüceyrələrdir və beyində sanki hər tərəfi skan edir. Skan edir nə deməkdir? Yəni hər tərəfi gözətləyir, hər tərəfi yəni skan edərək beyinə daxil olan, beyində olan hər hansı bir artıq maddələrdir, anticismlərdir, hər hansı bir problem varsa onları mikroqliya hüceyrələrinin əsas vəzifəsi odur ki, zədələnmiş hüceyrələri udmaq və neyronlar arasında neuroplastikliyi dəstəkləmək. Həmçinin mikroqliya hüceyrələri qoruyucu faktorlar sintez edirlər ki, bunlar da beynin normal fəaliyyətini dəstəkləmək, beynin normal funksiyası üçün çox vacibdir. Burada yadınıza salmaq istəyirəm, dəyərli kolleqalar, mikroqliyanın M fenotipini, M1 fenotipini, yəni iltihab yönümlü fenotipini və M2 fenotipini. Niyə yadımıza salırıq? Çünki mikroqliyanın iki fərqli fenotipi var. Normalda birincisi M1 fenotipidir, yəni dağıdıcı fazadır. Bu fenotipdə bu mikroqliya hüceyrələri küllü miqdarda reaktiv oksigen növləri dediyimiz ROS, sərbəst radikallar, azot oksidi, bu da bilirik ki, oksidləşdiricidir. İltihab sitokinləri, interleykin 1 beta, TNF alfa ifraz edirlər. Və bu maddələrin hər biri sözü gedən demilnizan prosesi dərinləşdirir. M2 fenotipi isə anti-inflamatuardır, yəni iltihab əleyhinə olan bir fenotipdir və bərpa edici fazadır. İltihabı söndürməyə çalışır M2 fenotipi, hüceyrə böyümə faktorları ifraz eləyərək pozulmuş miyelinin funksiyasını bərpa edir. Yəni remiyelizasiyanı və hüceyrələr arası matriksin təmizlənməsini dəstəkləyir. Burada belə bir sual çıxa bilər, verə bilərik özümüzə ki, bəs dağınıq sklerozda nə baş verir? Dəyərli kolleqalar, dağınıq sklerozda mikroqliya xroniki olaraq M1 fazasında ilişib qalır. Bunları az sonra olan təqdim eləyəcəyim slaytlarımda daha geniş ələ alacağım. Burada T limfositləri dediyim kimi sümüklüyündə yaranan hüceyrələrdir. Onlar iki əsas qrupu var. Hansı ki T helper 1-lər və T helper 17 köməkçi T hüceyrələrdir. Çox üzr istəyirəm. Onlar özlərindən interferon gamma və interleykin 17 iltihab siqnalları yaradırlar, yəni sintez edirlər, digər hüceyrələri köməyə çağırırlar. Və qan beyin baryerini zədələyən hüceyrələr məhz qan beyin baryerini də zəiflədən məhz bu hüceyrələrdir. Və ikinci qrup hüceyrələr T-regulyator hüceyrələrdir, hansı ki adından da göründüyü kimi atəşkəs əmri verən hüceyrələrdir. Toxuma zədələnməsinin qarşısını alır bunlar, immun tolerantlığı təmin edir. Digər immun sistemimizdə iştirak edən ən böyük hüceyrə qrupumuz B limfositlərdir. Hansı ki biz bunları silah fabriki və dağınıq sklerozda baş verənləri və onlar arasında olan əlaqəyə baxaq. B limfositlərin normal funksiyası yad maddələrə qarşı xüsusi anticismlər, yəni immunoglobulinlər sintez etməkdir. CD20 B limfositləri mərkəzi sinir sistemində klonal olaraq çoxalırlar və bunlar oligoklonal bandlar dediyimiz immunoglobulin lokal olaraq immunoglobulini yaradırlar. Bu anticismlər sanki sinirin ətrafında olan miyelin qişasının üstünə etiket kimi yapışır. Biz buna nevrologiyada opsonizasiya deyirik və digər bir immun
işin ortalığa düşməsinə, yəni işə düşməsinə, immun sistemin işə düşməsinə səbəb olurlar. Nədir bu immun vəziyyət? Komplementə bağlı komplement hüceyrələrinin aktivləşməsini deməli təmin edirlər ki, və bu zamanda komplementə bağlı sitotoksiklik yaranır. Yəni bu immun hüceyrələri sanki immunoglobulin G, yəni oliqoklonal bantlar miyelinin üzərinə yapışır və bu miyelini sanki digər məhv edən immun hüceyrələrinə tanıdır. Və bu da oliqodendrositlərin daha tez məhv olmasına səbəb olur. Dağınıq sklerozda nə baş verir? Regulasiya edən, yəni mühiti tənzimləyən hüceyrələrin nəzarəti itir. Və T-helper 1 və T-helper 17 beynin öz miyelin qişasını yad olaraq qəbul eləyir. Yəni düşmən kimi baxır ona və ona hücum edir. Burada bu immun hüceyrələrinin işinin pozulması təbii ki, baş verən bir çox multifaktorial səbəblərdən olur. Hansı ki, etiologiyasında saydığımız həyat tərzi faktorları, xroniki infeksiyalar, bağırsaq disbiosunun olması, toksinlər və s. Dəyərli kolleqalar, istəyirəm nəzərinizə çatdıran patofiziologiyasına dağınıq xəstəliyin. Periferik aktivasiyadan mərkəzi sinir sisteminə gedən yol. Burada patogenezdə nə baş verir? İmmun sisteminin aktivləşməsi periferik limfa düyünlərində başlayır. Hansı ki, aktivləşmiş T-helperlər, yəni T-helper 1 və təbii ki, burada söhbət T-helper 17-lərdən gedir. Bunlar özlərindən xüsusi mediatorlar, yəni sitokinlər sintez eləyir ki, bunlar interferon, alfa, gamma, üzr istəyirəm, və TNF alfadır. Və bu ifraz olunan mediatorlar fagositoz qabiliyyəti yüksək olan makrofaqları aktivləşdirir. Və makrofaqlar da bilirik ki, immun sistemin ən belə deyək, antigeni tutub, udub və onun xüsusiyyətlərini öz üzərində sanki nümayiş etdirən hüceyrələrdir. Yəni makrofaqlar anticismlərin tanınmasında rol oynayan ən əsas hüceyrələrdir. T-helper 1-lər dediyimiz kimi interferon gamma və TNF alfa ifraz eləsə də, T-helper 17-lər isə interleykin 17 və interleykin 22 ifraz eləyərək qan-beyin bariyerindəki endotel hüceyrələrinin arasında olan tight junctionları zəiflədir. Nə deməkdir? Çünki bizim böyük bariyerlərimiz var və bunlar arasında endotel hüceyrələri bir-biri ilə sıx əlaqədədir. Hansı ki, bu bir neçə bariyerimiz var ki, bizim burada nəzər salacağımız əsas iki bariyerimiz olacaq. Biri bağırsaq bariyeri olacaq, digəri isə qan-beyin bariyeri olacaq. Və hansı ki, hematoensefalik bariyer dediyimiz beyni qoruyan bariyerin özünün hüceyrələri var ki, bu endotel hüceyrələri bir-biri ilə sıx əlaqədədir. Yəni, sıx birləşib. Sanki kənardan olan toksiki maddələri, ağır metalları, digər bakteriyalardır, viruslar, yəni bunların antigenlərini beynə buraxmır. Və aktivləşmiş T-helper hüceyrələr təəssüf ki, bu beyni qoruyan hematoensefalik bariyerin endotel hüceyrələrinin arasındakı bu sıx əlaqələri zəiflədir, yəni qırır. Bu zaman nə baş verir? Aktivləşmiş T hüceyrələr öz sətlərində VLA dediyimiz Very Late Antigen 4 integrillərini sintez eləyirlər, yəni ekspress eləyirlər və bunlar beynin endotelindəki VCAM1 reseptorlarına bağlanır. Hansı ki, eyni zamanda bu hüceyrələr matris metalloproteinazalar olan MMP2 və MMP9 ifraz eləyərək bizim beyin bariyerində olan endotel hüceyrələrin bazal membranını əridir. Və beləliklə də çox asanlıqla aktivləşmiş T limfositlər mərkəzi sinir sisteminə daxil olur. Mərkəzi sinir sisteminin bu bariyerinin pozulması nəticəsində olması lazım olmayan T hüceyrələri daxil olur beyin toxumasına. Və biz dedik ki, mikroglia hüceyrələri var ki, mikroglia hüceyrələri beynin sakitliyini, beynin təmizliyinə baxan hüceyrələrdir və təbii ki, mikroglia hüceyrələri də adəti olmayan yerdə olan T hüceyrələrini görüb onları və dendritik hüceyrələr, mikroglia hüceyrələri bu T hüceyrələrini yerli olaraq yenə də aktivləşdirir.
Və nəticədə təəssüf ki, sözü gedən dimil-nizam proses yaranır. Təsəvvür edək ki, aktivləşmiş hüceyrələr, yəni bizim orqanizmamızı qoruyan immun hüceyrələr öz beyin miyelinimizi antigen olaraq görür, yəni yad bir düşmən kimi görür və mərkəzi sinir sisteminin hüceyrələrinin miyelin qirşasına hücum edir. Və hər birinizin bildiyi dağınıq sklerozda, MRT-də də çox aydın, bariz şəkildə gördüyümüz demilnizan ocaqların yaranmasına gətirib çıxardır. Bu patofizioloji olaraq dağınıq sklerozun izahı idi. Mən çalışacağam ki, dağınıq sklerozun akademik biliklərinə çox toxunmayam. Nəyə görə? Çünki dağınıq skleroz haqqında olan protokollar hər birimizin əlində var. Biz akademik bilikləri oradan çox mükəmməl şəkildə mənimsəyə bilirik. Mən dağınıq sklerozun bu slaydda klinik əlamətlərini sizlər üçün qoymuşam və yada salmaq istəyirəm ki, görmə pozulması. Ümumiyyətlə dağınıq skleroz elə bir xəstəlikdir ki, bütün nevroloji xəstəlikləri təqlid edə bilən bir xəstəlikdir. Yəni yamçılayan bir xəstəlikdir. Ona görə də burada biz nevrologiyada görmədiyimiz belə deyim simptom qalmır. Görmə pozğunluqları ilə görmə pozğunluqlarından tutmuş ətraflarda keymə, zəiflik, müvazinət koordinasiya pozğunluqları, baş gicəllənmələr, parezlər, spazmlar, sidik kisəsi funksiyasının pozulmaları, bağırsaq funksiyasının pozulması, disfagiyalar, cinsi funksiyaların pozulması, kognitiv funksiyaların pozulması və depressiya, narahatlıq, emosional pozulmalar kimi klinik əlamətləri görə bilirik. Dəyərli kolleqalar, dediyim kimi bu slaytların üstünə biraz çox dayanmayacağım. Diaqnostik meyarlardır, Magnonal kriteriyalardır, hər biriniz yaxşı bilirsiniz. Burada əsas verilən suallar daha çox bundan ibarət olur ki, yəni necə diaqnoz qoyuruq biz dağınıq skleroza? Xüsusi kriterilər var ki, burada əsas məkanda disseminasiya, yəni yayılma və zamanda disseminasiya, DIT dediyimiz disseminasiyadır ki, burada dağınıq sklerozun özünə patognomik olan bir diaqnostik kriteriyaları yoxdur, çox təəssüf ki. Biz bu demilnizan ocaqlara səbəb olan digər xəstəlikləri diaqnostikada inkar etdikdən sonra klinik əlamətlər, əlimizdə olan xəstəmizin çəkdirdiyi beyin və əsasən servikal MRT-lər, ehtiyac olduqda oligoklonal bantlar beyin, onurğa beyni mayesində və ehtiyac olduğu təqdirdə oyanmış potensiallara müraciət edərək diaqnozu dəqiqləşdirmək mümkün olur. Çünki bəzən yerləşmə yerləri hər biriniz yaxşı bilirsiniz ki, MRT olaraq dağınıq sklerozun özünün sevdiyi nahiyələr var, hansı ki bunlar bu nahiyələrdə ocaqların yerləşməsi periventrikulyar, yuxtakortikal, infratentorial və onurğa beynində yerləşməsi çox tipikdir. Lakin bəzən elə olur ki, onun üçün tipik olmayan nahiyələrdə belə biz pasientlərdə ocaqların yerləşməsini görürük və bu da ilkin diaqnostikada həkimlər arasında müəyyən qədər çətinliklər yaratmaqdadır. Son dövrlərdə bir məsələni qeyd eləmək istəyirəm. Diaqnostika ilə bağlı MRT tapıntıları və ya yeni T2 ocaqları və ya oligoklonal bantlar. Yəni bu artıq kombin daha çox istifadə olunur. Yəni Magnonal kriteriyalarının yeni reviziyası MRT və BOS nəticələrinin, yəni beyin, onurğa beyni mayesi nəticələrinin daha geniş istifadəsi hesabına diaqnozun qoyulması daha erkən mərhələlərdə mümkün olur. Akademik təbabətdə dağınıq skleroz müalicəsi. Biz hər birimiz bilirik ki, dağınıq skleroz zaman-zaman kəskinləşmələr verən, amma xroniki xəstəlikdir. Yəni kəskinləşmələrlə gedən bir xəstəlik olduğu üçün müalicəsi iki istiqamətdə aparılır. Akademik təbabətdə bir atakların, hücumların müalicəsi, bunu hər biriniz yaxşı bilirsiniz. Yüksək dozalı biz xəstələrə intravenoz olaraq ardıcıl 5-10 gün ərzində, yəni klinik simptomlara təbii ki, baxaraqdan 1000 mg metil prednizolon tətbiq olunur və yaxud da elə pasientlərimiz
var ki, onlarda yüksək doz puls terapiyasına əks göstəriş var və belə xəstələrdə də müalicə plazmaferez vasitəsilə aparılır. Amma burada biz nə əldə edirik? Çünki atak o deməkdir ki, xəstəlik kəskin bir immun reaksiya var, aqressivləşmiş immun hüceyrələr sürətli şəkildə beyin toxumasına, beyin hüceyrələrinə ziyan verir. Burada biz təbii ki, zamanla yarışırıq. Çünki nə qədər tez pasientimizə müalicə başlasaq, o qədər tez beyin toxumasını məruz qalmış autoimmun prosesdən xilas etmiş olarıq. Və steroidlər nə edir burada? Miyelin qirşasını bərpa mı edir, dəyərli kolleqalar? Təbii ki, xeyr. Sadəcə olaraq olan iltihabi prosesi, kəskin iltihabın alovunu söndürür. Sanki alovun üstünə bir su tökürük. Amma o su alov sönəndən sonra yerdə qalan külü isə təəssüf ki, steroidlər həll edə bilmir. Yəni bu uzun müddətli aksanal ziyanın, yəni alov sönəndən sonraki külü biz dağınıq skleroz hücumları, atakları keçəndən sonra olan aksanal zədələnmə ilə müqayisə edirik. Yəni neyrodegenerasiya ilə müqayisə edirik və təəssüf ki, steroid müalicəsi neyrodegenerasiyanın qarşısını almır və inteqrativ tibbin əsas məqsədlərindən olan, indi mən birazdan sonra hər birində danışacağım slaytlarda, matriksin asidozunu daha da dərinləşdirir. Və ikinci tip müalicələr var ki, ikinci tip deməzdim, daha doğrusu xəstəliyin mərhələsinə uyğun olaraq modifikasiya edən terapiyalardır ki, bunlar hansı ki immunomodulyatörlardır, selektiv inhibitorlardır, beta hüceyrələri depresiyasıdır. Yəni bir çox günümüzdə müxtəlif dərman preparatlarıyla uğurlu müalicələr aparılır. Lakin mən yenə də burada bir inteqrativ tibb mütəxəssisi kimi akademik təbabətdə apardığımız müalicələrin çatışmayan tərəflərini vurğulamaq istəyirəm. Düzdür, biz bir inteqrativ tibb mütəxəssisi kimi təbii ki, məqsədimiz sübutlu nevroloji müalicələrə dəstək olaraq xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və sonlanmayan iltihabı sonlandırmaq, iltihabın elə bir mərhələsi ki, biz bunu inteqrativ tibblə günümüzdə çox mükəmməl şəkildə həyata keçirməkdəyik. Burada qoruyucu müalicə dediyimiz xəstəliyi modifikasiya edən terapiyaların çatışmayan cəhəti isə oksidativ stres anlamı, hansı ki az sonra danışacağıq və sinir hüceyrələrinin, yəni oligodendratitlərin özünü bərpa xüsusiyyətlərini boğan, mane olan bu xüsusiyyətlərə matriksin asidozunu təəssüf ki, bu qoruyucu müalicələr edə bilmir. Çünki bunu günümüzdə olan praktikada da görürük ki, illərin dağınıq sklerozdan əziyyət çəkən xəstələri bütün protokol üzrə həm atak müalicələrini, həm modifikasiya edən müalicələrini götürür, amma xəstə bizə yenə də bir çox kliniki simptomlarla gəlir. Yəni baxmayaraq ki, həm bərpa müalicəsi gedib, həm reabilitasiya fizioterapiyası gedib, amma təəssüf ki, bugünkü gün aktiv mərhələdə olmasa belə, yəni atakda olmasa belə xəstələri biz bugün daha bir çox nevroloji defisitlərlə qarşılayırıq. Demək, dağınıq sklerozun inteqrativ təbabətdə patogenetik həlqəsi. Gələk əsas məsələyə, dəyərli kolleqalar. Bir fərqli yanaşmadan danışacağıq biz bugün sizlərə burada. Yəni biz inteqrativ tibb klinikalarında illərdir xarici mütəxəssislərdən Şveysariya, Kolumbiya, Almaniya və bir çox dünyanın inkişaf etmiş inteqrativ tibb ocaqlarının professor və yüksək ixtisaslı həkimlərindən aldığımız təhsilin bugün Azərbaycanda
bu xəstəliyin də inkişafının qarşısının alınmasında olan nevroloji defisitlərin aradan qaldırılmasında istifadə etməkdəyik və bir çox yaxşı klinik nəticələrimiz var. Amma bu klinik nəticəni almaq necə alırıq? Yəni burada yanaşmanın əsas məğzi nədən ibarət olmalıdır? Təbii ki, yenə də biz bir həkim kimi prosesin patogenetik həlqəsini anlamalıyıq. Birinci növbədə toksik yük. Yəni günümüzdə bir çox biz toksiki amillərlə qarşı-qarşıyayıq. Təəssüf ki, burada bu danılmazdır. Yəni xəstənin həyat tərzi, bir çoxumuz oturaq həyat tərzi keçiririk, artıq çəkidən əziyyət çəkirik və yaxud da qərb tipli qidalanma burada bizdə də üstünlük təşkil edir. Ağır metal yükü və bağırsaq mikrobiotasının pozulması, disbioz və toksik yük. Bunların təbii ki, hər biri haqqında məlumat verəcəm geniş. İkinci, sərhədlərin qırılması. Az əvvəl dedim ki, beyin və bağırsaq bariyerləri bizim diqqət mərkəzimizdə olacaq xəstəliyin etiopatogenetik müalicəsində və burada görürsünüz leaky gut sindromu, bəli, və sistemik fırtına adlandırdığımız oksidativ stres. Digər bir punkt olacaq beyin bariyerinin keçilməsi, izahat verəcəm, matriksin asidozu və nəhayət bugünkü gün məsələnin əsas mənbəyi olan xroniki sonlanmayan iltihab, yəni neyroinflamasyon. Və dəyərli kolleqalar, burada gördüyünüz hər bir həlqənin hər bir halqası bir sonrakını gücləndirir. Və bu hər bir halqa gücləndirir və müalicə strategiyası bütün mərhələləri nə etməlidir? Təbii ki, əhatə etməlidir. Dəyərli kolleqalar, biz günümüzdə klinikamızda slaydda gördüyünüz dağınıq sklerozun müalicəsində olan bir protokol tərtibindən müalicələrimizi həyata keçiririk. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu protokol bizə məxsusdur. Yəni, nevroloqlara bizim təbii ki, elmi şöbə və xarici ekspertlərdə, xarici integrativ tibb mütəxəssislərinin rəyi nəticəsində bu hazırlanmışdı. Mən burada çıxışımın əvvəlində də qeyd elədim. Dağınıq sklerozun əsas iki faktorunu, dəyişilə bilən faktorları və dəyişilə bilməyən faktorları nəzarətdə saxlamalıyıq. Biz dəyişilə bilməyən faktorlara nə edə bilərik? Biz genetikaya nə edə bilərik? Heç nə eləyə bilmərik. Amma biz bugünkü gün epigenetik faktorlara təsir etməklə xəstəliyin daha çox ilərləməsinin və əlillik verməsinin qarşısını almağı düşünməliyik. Və bu tablodan da, bu protokoldan da, belə deyək də, belə adlandıraq, protokol hesab etmək olarsa, protokoldan da görürük ki, bunu biz hər bir dağınıq skleroz müalicəsi üçün bizə üz tutmuş pasientimizlə bölüşürük və ona nə edəcəyimizi, biz məsələnin hansı tərəfinə və pasientlə həkimin necə birliyi olub, bu xəstəliyi necə yenə bilərik, onları hər bir pasientimizlə müzakirə edirik. Gördüyünüz kimi leaky gut, leaky brain, immunoagresiya, neyroiltihab və nəticədə olur dağınıq skleroz və bu həlqə daha da ağırlaşıb. Təəssüf ki, günümüzdə çox gənc yaşlarda, bilirik ki, mən onlara çox dərindən toxunmadım. Dağınıq skleroz gənclərin xəstəliyidir. Çox gənc yaşda təəssüf ki, əlil olan pasientlərin sayı az deyil. Yəni bu həlqəni dayandırmasaq, təəssüf ki, biz daha ağır klinik tablolara şahid oluruq. Bəli, dediyim kimi ətrafımız müasir texnologiyanın inkişafı, burada slaydda da görürsünüz, düzdür, çox böyük təqdim edə bilmədim, texniki problem yarandı. Burada zavodların tüstüsündən tutmuş, çirklənmiş qida, günümüzdə olan iyləndiricilər, hava, belə deyək də, yəni təmizləyiciləri, hava daha doğrusu iyləndiriciləri, paltarlarımıza istifadə etdiyimiz cürəbəcürə kimyəvi tərkibli, bizə xoş olan və nəfəs yollarımızla çox asanlıqla orqanizmimizə daxil olan toksinlər və ən çox da diqqətinizi çəkmək istəyirəm, beyni zədələyən və daha çox beyin toxumasını sevən ağır metallara, hansı ki bunlar civə, qurğuşun, alüminium, kadmium kimi çox təəssüf ki, nəinki dağınıq skleroz, bütün autoimmun xəstəliklər və o cümlədən də neyrodegenerativ
Yəni bura Parkinson da aiddir, bura Alzheimer, demans xəstələri də aiddir, miqren xəstələri aiddir və hətta nevrotik bu gün depressiyadan əziyyət çəkib illərlə antidepressantlardan yaxa qurtara bilməyən pasientlərin hər biri aiddir. Çünki biz günümüzdə klinikamızda xəstələri qəbul edərkən xüsusi müayinə üsullarından istifadə edirik ki, bu müayinələrdən biri Soçek müayinəsidir. Siz bizim webinarlarda bu Soçek haqqında çox eşitmisiniz. Biz burada hüceyrə səviyyəsində ağır metal yükünü təyin edirik və mütləq ki, orqanizmin öz daxili gücü hesabına bioregulyasiya, yəni biotənzimləmə qabiliyyətini pozan bütün amilləri nəzərə almaqla bugünkü gün xəstələri çox müvəffəqiyyətli müalicə etməyə səy göstəririk. Qurğuşundur dediyim kimi. Bunlar hər biri gördüyünüz 4 ağıl düzdür. Bütün ağır metallar mənfi təsir göstərir, amma beyin üçün çünki bunlar nə edir? Sinirin burada görürsüz, sinirin ətrafındakı miyelin qişası, yəni bizim o izolyatorumuz, siniri qoruyan miyelin qişası və ağır metallar sanki miyelinin üzərində olan xüsusi lipid təbəqəsini pozur və özü bu miyelinin xüsusiyyətini dəyişərək onun üzərində olan lipidlərlə bu ağır metallar birləşərək onların quruluşunu, strukturasını dəyişir və sanki bu miyelini immun hüceyrələr üçün bir antigenə çevirir. Yəni immun hüceyrə üçün bir tanınan edir. Sanki birləşir bu miyelin qişasının üzərinə və mən buradayam, gəlin məni məhv edin siqnalını verir. Yəni sinir miyelini autoimmun hücumun hədəfinə çevirir. Bütün xroniki xəstəliklərin əsas patogenetik həlqəsi olan Leaky Gut sindromu. Təbii ki, dağınıq skleroz xəstəliyinin də müalicəsində əsas patogenetik həlqələrdən biridir. Nəyə görə? Çünki dediyim kimi xəstəliyin inkişafında və xəstəliyi dayandırmalıyıq siqnalında bizə həmişə düzgün qidalanma birinci öndə olur. Yanlış qidalanma, bağırsaq mikrobiotasını, çünki xatırladım ki, hər biriniz təbii ki, yaxşı bilirsiniz. Sadəcə xatırlatma eləyim ki, burada gördüyümüz bağırsaq epiteliyasının hüceyrələridir. Sol tərəfdə gördüyümüz hüceyrələr, görürsünüz, healthy gut tight junction, yəni sağlam tight junctionlardır. Tight junction, yəni hüceyrəni sıx bir-birinə bağlayan rabitə kimi başa düşək. Bunlar tight junctionlar yuxarıdan birləşir, ortada və aşağıda xüsusi zülallar var ki, okludinlər, zonulin adlanan zülallar var ki, bu birləşmələr vasitəsilə sağlam bağırsaq endoteliyası hüceyrələri bir-birinə sıx şəkildə birləşir. Bəlkə də hər biriniz mənim sözümü təsdiqləyərsiniz. 1 yaşına qədər uşaqlara bütün qidaları verə bilmirik. Məhz 1 yaşına qədər uşaqlarda da bu epitel arasındakı məsafələr aralı olur deyə hər qidanı onlara vermək ciddi allergik və həzm proseslərində problemlərə səbəb olur. Və eyni ilə sağ tərəfdə də biz görürük slaydda da leaky gut iltihabını, sızdıran bağırsağa. Niyə baş verir bu? Niyə bu hüceyrələrin tight junctionları zədələnir? İki böyük bir mexanizm var ki, biri deməli, belə deyək, daha doğrusu burada biz qidalanmanın rolunu ilk növbədə önə çəkməliyik. Çünki biz hər aldığımız və müalicəyə həvəslə başladığımız dağınıq skleroz xəstəliyini mütləq ki, bir komanda şəklində diyetoloqla, gastroenteroloqla birlikdə aparırıq. Nəyə görə? Çünki ilk növbədə əgər orqanizmin qoruyan, çünki qida bizə toksinləri daxil edən toksin iltihab yaradan faktordur. Yəni düzgün olmayan qidalanma bədəndə iltihabı artıran əsas faktorlardan ən başlıcasıdır. Ona görə də biz əgər bir sonlanmayan, xroniki şəkildə davam edən bir iltihabla mübarizə aparırıqsa, o zaman mütləq şəkildə bu iltihabın bədənə girmə qapılarını bağlamalıyıq. Yəni mütləq şəkildə birinci düzgün qidalanmadan başlamalıyıq. Və təbii ki, düzgün olmayan qidalanma
Buna əsasən qərb tipli qidalanma, həyatda hər birimiz təbii ki, müəyyən stres yaşayırıq, xroniki davam edən stres, çoxlu alkoqol qəbulu, həddindən artıq alkoqol qəbulu, hər birimizin heç olmasa həyatında bir neçə dəfə istifadə etdiyi antibiotiklər, bəzi dərmanlar var, xüsusilə mədə-bağırsaq həkimləri praktikasında çox istifadə edir, hansı ki, mədə turşuluğunun tənzimlənməsində istifadə olunan proton pompa inhibitorları təəssüf ki, bağırsağın normal epitel hüceyrələri arasında olan və onların sağlam şəkildə fəaliyyət göstərməsinə səbəb olan tight junctionları və digər okludin, zonulin zülallarını zəiflədir. Və beləliklə bu hüceyrələr arasında əlaqə kəsilir, hüceyrələr sanki dağılır və bunların arasından həzm prosesində orqanizmə, qana keçməsi lazım olmayan toksinlər, bakteriya, həzm olunmamış qida qalıqları, yəni lipopolisakharidlər şəklində və təbii ki, bu qana keçdiyi yerdə nə baş verəcək? Sitokinlər. Sitokinlər iltihab markerləridir ki, hansı ki, bu sitokinlər qana keçir leaky gut nəticəsində və sızdıran bağırsaq leaky gut sindromunu yaradır. Bunlar hər biri leaky gut-ı niyə biz vurğuluyuruq? Xüsusilə də autoimmun xəstəliklərdə, xroniki xəstəliklərdə. Çünki bu bakterial toksinlər, həzm olunmamış qida antigenləri xüsusi bir iltihab mediatorlarını qana keçirirlər ki, qan dövranına keçirir ki, bu da iltihabi bir prosesin başlanğıcı deməkdir. Və nəticədə nə baş verir? Sistemik immun aktivasiya baş verir. Yəni orqanizm ümumi bir aqressiyanın, immun aktivasiyanın təsirinə məruz qalır. Dəyərli kolleqalar, oksidativ stres. Oksidativ stres nə deməkdir? Niyə bizə lazımdır bu həlqədə dağınıq sklerozun müalicəsində? Onun izahını verək. Ümumiyyətlə, bütün normal biokimyəvi proseslərdə sərbəst oksigen radikalları, ROS dediyimiz sərbəst oksigen radikalları, sərbəst radikallar əmələ gəlir. Və orqanizm özü o qədər unikaldır ki, bu yaranmış sərbəst radikalları həm də öz antioksidant kapasitesi deyirik də, yəni antioksidant qabiliyyəti ilə tarazlaşdırır. Bəs nə zaman oksidativ stres baş verir? Hansı ki, orqanizmdə normadan çox, küllü miqdarda sərbəst oksigen radikalları əmələ gəlir, ROS radikalları əmələ gəlir və bu orqanizmin bunu söndürən oksidasiya ümumiyyətlə bir alovlanma deməkdir, yanma deməkdir. Sanki bu yanmanın qarşısını almaq üçün orqanizm ot söndürən kimi belə ifadə edək. Yəni bu prosesi söndürmək üçün xüsusi katalazadır, superoksid dismutazadır, ən böyük antioksidanlar olan glutatsion peroksidazadır, yüksək dozalı vitamin C-dir, vitamin Y-dir, yoddur, selendir və s. Bütün bu antioksidanları səfərbər edir və artmış sərbəst radikalları normada tənzimləyir. Lakin az əvvəl saydığımız problemlər, düzgün olmayan qidalanma, toksiki yükün olması, hansı ki dövrümüzdə çox məruz qalmışıq, ağır metalların orqanizmə keçməsi, hansı ki az əvvəl leaky gut sindromundan danışdıq və siqaret çəkmə, siqaret tüstüsünə məruz qalma, havanın çirkliliyi, emal olunmuş qidaları günümüzdə çox istifadə etmək və xroniki psixoloji, fiziki streslər bugünkü gün təəssüf ki, oksidativ stresin yaranmasının xarici səbəbləridir. Və bunun daxili səbəbləri də var. Çünki mitoxondrilər orqanizmdə bilirsiniz ki, əsas orqanelalarda hansı ki, bizləri enerji ilə təmin edir. Və hər biriniz çox yaxşı bilirsiniz ki, dağınıq skleroz xəstəliyində ən öndə olan xəstələrin şikayətlərindən biri xroniki yorğunluqdur. Və niyə baş verir bu xroniki yorğunluq? Axı niyə bu pasiyentlər heç özlərini dincəlmiş kimi hiss edə bilmirlər? Çünki xroniki iltihab ki yaranır, mitoxondriyaların funksiyası pozulur. Çünki mitoxondriyalar enerji vermək üçün oksigen istifadə edir. Və hər dəfə də oksigen istifadə etdikcə ən çox ROS molekulu yaradan, ifraz edən hüceyrələr
hüceyrələrdir. Hansı ki bunlar həm mitoxondrilər, həm Ross molekulları ifraz edir, həm də təəssüf ki, sərbəst radikalların təsirinə ən çox məruz qalan və zədələnən orqanellalardır. Yəni çox həssasdırlar. Və immun aktivasiya xroniki iltihab fonunda dedik ki, bizim immun hüceyrələrimiz, makrofaqlarımız, hansı ki fagositoz qabiliyyəti yüksəkdir, mikrogliya, hansı ki beynin daxili mühitini qoruyan hüceyrələrdir, immun sistemini qoruyan, normallaşdıran hüceyrələrdir. Bunlar aktivləşir. Aktivləşəndə yad faktorları məhv etmək üçün, çünki orqanizmdə bir baryer pozulub, lazım olmayan hüceyrələr lazım olmayan yerə keçib, belə deyək, və qəsdən özlərindən küllü miqdarda reaktiv oksigen molekulları ifraz edir və nəticədə oksidativ stres, bioregulyasiyanın, biotənzimlənmənin nöqtəsinin qırılması kimi mən bunu sizə təqdim etdim. Dəyərli kolleqalar, oksidativ stres və asidoz arasında qüsurlu bir əlaqə var, qüsurlu bir dövran var. Dedik ki, sərbəst oksigen radikalları mitoxondriləri sıradan çıxarır, düzdürmü? Ən çox mitoxondrilər bu işdən zərər görür və nə baş verir? Bilirik ki, mitoxondrilər hüceyrənin enerjisini təmin eləmək üçün xüsusi oksigen molekullarını mənimsəyir. Amma əgər mitoxondriya yoxdursa, hüceyrə nə etməlidir? Enerjini hardan almalıdır? Yəni zədə görübsə, artıq öz işini yerinə yetirə bilmirsə, yəni orqanizm artıq keçir anaerob glikolizə ki, enerji ala bilsin. Anaerob glikoliz nəticəsində hər birinizin yadına salmaq istəyirəm süd turşusunu. Laktatlar artır burada. Yəni bu glikolizdə laktatların istehsalı artır və bu da hüceyrə arası matriks dediyimiz hər bir integrativ tibb mütəxəssisinin təbii ki webinarında siz bunu eşidirsiniz. Hüceyrə arası matriksin turşulaşması, yəni asidozunu dərinləşdirir. Əmələ gələn hüceyrə ətrafındakı turşulaşma, asidoz isə öz növbəsində turş mühit, yəni toxumalarda olan sərbəst dəmir ionlarının ayrılmasına səbəb olur və fenton reaksiyasını tətikləyir. Daha da aqressiv hidroksil qruplarının, radikallarının yaranmasına gətirib çıxarır ki, bu da olan oksidativ stresi biraz da dərinləşdirir. Yəni belə deyək, səbəb nəticəniz, nəticə səbəbi yaradır. Və damar endoteliyasının zədələnməsi. Bizim illərdir bunu eşidirik öz müəllimlərimizdən, beyin və bağırsaq arasında olan əlaqə. Və mən bu slaydda sizlərə məhz onu açmaq istəmişəm. Niyə mən prezentasiyama, yəni patogenetik həlqəyə sırf bağırsaqdan başlamaq istədim? Çünki dəyərli kolleqalar, iki böyük, dediyim kimi, orqanizmin baryer sistemləri var. Bir neçə bizə burada nəzərimizə saxlayırıq. Əsas iki böyük baryeri, hansı ki mədə-bağırsaq baryeri, çünki danışdıq ki, zədələndi, toksiki maddələr keçdi və qana keçdi və onlar da qanla hara gəlir? Təbii ki, hematoensefalik baryerə. Amma beyin elə bir toxumadır ki, yəni elə bir yaradılışdır ki, hər bir maddə necə ki həzm prosesində bütün maddələr qana keçə bilmir, eləcə də hematoensefalik baryer təbii ki, bütün maddələrin beyinə daxil olmasının qarşısını alan ən vacib bir baryerdir. Hansı ki, bu qan-beyin baryeri ən vacib beynin müdafiə xəttidir. Və endotel hüceyrələrində, onların bağırsaq endotelində olan tight junctionlar, okludin, zanulin beyində olan qan beyin hüceyrələrində də var. Yəni qana qarışan, və burada slaydda görürsünüz, qat mikrobiota və gəlir beyinə təsiri. Çünki burada artıq beyin baryerinin zədələnməsinə söhbət gedəcək. Çünki dediyim kimi endotel hüceyrələri oxşardır və burada olan tight junctionlar, hansı ki epitel hüceyrələrini bir-birinə bağlayır, onlar qan-beyin baryerinin endotel hüceyrələrində də var. Və nəticədə qüsurlu dövran olan, az əvvəl patogenezində də aktivləşmiş immun hüceyrələrin beyinə daxil olmasını danışdıq. Eyni prosesin biz burada leaky gut, leaky brain əlaqəsini görürük. Sızdıran bağırsaq, lazım olmayan
toksiki maddələrin qana keçməsi, immun sisteminin aktivləşdirən, immun sistemini, beyni, immun hüceyrələrini aktivləşdirən iltihabi sitokinlərin qana keçməsi hematoensefalik bariyeri də zədələyir və nəticədə leaky brain dediyimiz bu endotel hüceyrələri də sızdırır, yəni sızdıran beyin yaranır ki, və bu da sözü gedən bugünkü gün danışdığımız autoimmun xəstəliyin, dağınıq sklerozun əsas patogenetik həlqəsini təşkil edir. Nəticədə nə baş verir? Təbii ki, sonlanmayan iltihab, neyroiltihab. Normada dəyərli kolleqalar, immun sistemdə, orqanizmdə bir iltihab baş verdikdə, immun sistemdə xüsusi lipid mediatorları var. Bunlara SPM-lər deyilir. Yəni immun hüceyrələr, Specialized Pro-Resolving Mediators, SPM-lər sintezləyir. Bunlar rezolvinlərdir, protektinlərdir, lipoksinlərdir. Bunlar nə edir? Bu immun sistemin xüsusi hüceyrələri normada iltihabı sonlandırır. Matriksin asidozu, yəni turşulaşma və dedik ki, sərbəst oksigen molekullarının mitoxondrilərə yaratdığı enerji böhranı, blokadaları normal SPM sintezini bu zaman normal SPM sintezini bloklayır, belə deyək. Yəni SPM sintezi baş vermir və nəticədə mikrogliyadan danışmışdıq. 2 fazasını demişdik. M1 fazası dedik ki, iltihab yönümlü fazadır. Bu demyelinizasiyanı dağınıq sklerozda dərinləşdirən bir fazadır. Amma M2 fazası iltihab əleyhinə olan fazaydı. Burada nəticədə beyindəki mikrogliya hüceyrələri daim dağıdıcı, yəni demyelinizasiya fazasında, M1 fazasında ilişib qalmasına gətirib çıxarır. Çünki SPM yoxdur, sintez oluna bilmir və burada artıq bizim sözü gedən xəstəliyin patogenetik olaraq görürük. Bəli, gəldik integrativ tip. Bu dağınıq skleroz və digər sağalmayan, müalicəyə pis tabe olan autoimmun xəstəliklərin müalicəsində hansı fərqli yanaşmanı bizə təqdim edir və hazır hansı ki biz bugün bu müalicə üsullarını artıq tətbiq edirik və yaxşı, belə deyək, nəzarətimizdə olan pasiyentlərdə relapsların azaldığını görmüşük. Yəni ki, prosesi müəyyən qədər kontrola almaq, atak verən hardasa heç xəstəmiz olmayıb. İnşallah ki, daha yaxşı nəticələri sizlərlə bölüşəcəyik. Hər biriniz bu tablonu bilirsiniz, slaytı, yəni akademik təbabət. Təbii ki, biz integrativ təbabətdə akademik təbabəti qətiyyən hələ dağınıq skleroz kimi ciddi autoimmun beyin xəstəliklərində inkar etmirik. Əksinə, xəstələrdə demək, akademik tibbin gücü çatmayan tərəflərini, hansı ki orada akademik tip artıq gücü çatmır hər hansı bir bərpa işini görməyə. Az əvvəl dedim, bizim atak müalicəsində də, bizim qoruyucu müalicələrdə də akademik tibbin çatışmayan tərəfləri var. Onlar mən izah etdiyim patogenetik həlqənin heç birinə fikir vermir. Düzdür, qeyd eləyək ki, istifadə olunan dərmanlar, hansı ki qoruyucu dərmanlardır, onlar hüceyrə axınının qarşısını alsa da baş verən asidozu, oksidativ stresi görməzdən gəlir və bu da hüceyrə səviyyəsində olan bərpa proseslərin ləngiməsinə və xəstəliyin sonlanmayan iltihab mərhələsində qalmasına şərait yaradır. Günümüzdə istifadə olunan akademik tibdə istifadə olunan dərman preparatları yalnız immun supressiya verir, immun sistemini belə deyərək sanki çökdürür, yəni sanki fikir vermə, dəymə, hücum etmə əmrini verir, amma biz integrativ tip mütəxəssisi olaraq immun sistem kimi bizi müdafiə edən sistemi çökdürmək yox, tam əksinə bu immun hüceyrələri bu qədər aqressivləşdirən hər hansı bir səbəbdirsə, səbəbə yönəlik müalicəni günümüzdə klinikamızda tətbiq etməkdəyik.
İnteqrativ tibbin bir çox sahələri var. Çox şaxəli bir kompleks müalicəni xəstələrə tətbiq edirik. Burada görürsünüz fizioloji tənzimləyici, sanum, mikrobioloji, osteopatiya, vitorqan, biotənzimləyici, ortomolekulyar, nevral terapiya. Mən bunların dağınıq sklerozda hər birini hansı şəkildə tətbiq edirəm, az sonra sizə hər birini göstərəcəm. Toxuma mühitinin hazırlanması. Dəyərli kolleqalar, az öncə danışdığımız oksidativ stres, asidozun olması, mitoxondrial disfunksiyanın baş verməsi, enerji böhranlarının yaranması, yəni bioregulyasiyon tibbi tətbiq etmək üçün mütləq ekstraselülyar matriks dediyimiz hüceyrə arası sahəni nə etməliyik? Təmizləməliyik. Onu bu müalicəyə verəcəyimiz bərpa müalicələrinə və xəstəliyin qarşısını almaq üçün istifadə edəcəyimiz müalicələrə orqanizmi hazırlamalıyıq. Bu məqsədlə biz toxuma mühitinin hazırlanması məqsədi ilə və asidozu korreksiya almaq məqsədi ilə izopatik müalicələri tətbiq edirik. İzopatiyanın təməl bir qaydası var. Mühit hər şeydir, hər şey deyil, hər şeydir, mikrob isə heç nədir. Antoine Bécham'ın sözüdür bu. Əgər hüceyrə arası matriks turşdusa, yəni asidoz varsa, verilən heç bir izopatik müalicə və ya bioregulyasiyon siqnallar, hansı ki biz xəstəliyin həm qarşısının alınmasında, həm zədələnmiş nevral defitsitin aradan qaldırılmasında istifadə edəcəyik. Təəssüf ki, heç biri öz effektini göstərməyəcək. Çünki turş mühitdə həm mukor, həm aspergillus endobiontları patogen fazaya keçməsi tətiklənir. Çünki siz bilirsiniz ki, xəstəliyin özünün klassik diaqnostikasından əlavə olaraq onunla yanaşı, yəni MRT, veb müayinələri, SEP, oligoknolal bantların təyini və s. akademik təbabətdə istifadə olunan müalicələrdən əlavə biz inteqrativ tibb həkimləri xəstəmizə klinikada qaranlıq sahə mikroskopiya üsulunu həyata keçiririk. Nədir qaranlıq sahəli mikroskopiya? Burada hüceyrə səviyyəsində xronikil iltihabın olması, oksidativ stresin təyini, ağır metal yükünün olmasını, qanın keyfiyyət reaksiyasını təyin edən, hətta bu gördüyünüz slaytda gördüyünüz mukordur, aspergillusdur, nigerdir, üzr istəyirəm, mukor mutsidadır, mukor racemozusdur. Hansı ki bu endobiontların lazımı deməyək, turş şəraitdə patogen endobiontlara keçməsini biz qaranlıq sahə mikroskopiyası vasitəsilə məhz görürük. Ona görə də xroniki xəstəliklərin müalicəsində bizim birinci istifadə etdiyimiz müalicə üsulu təbii ki, hər webinarda dediyimiz kimi qaranlıq sahə mikroskopiyasıdır. Alkala preparatı, titrakel, mutsidakel və nigersan burada bizim ən güclü silahdaşımızdır. Dəyərli kolleqalar, təbii ki, bioregulyasiyon tibbindən danışırıqsa mütləq şəkildə orqanizmin öz pozulmuş biotarazlığını bərpa edən sistemləri nə etməliyik? Aktivləşdirməliyik. Burada biz slaytda sadələşmiş şəkildə vermişik. Hər biriniz aydın olsun. Əsas limfa sistemini aktivləşdiririk. Yağda həll olan və iri ölçülü toksinlərin artmasını həyata keçirir. Qaraciyərin detoksikasiyası üçün geoparkompozitiumdur. Matriksi drenaj edirik. Qalium hel ilə traumel preparatı da həmçinin bura aiddir. Sadəcə biz traumel preparatını autoimmun xəstəliklərdə biraz ehtiyatla tətbiq edirik və mən hardasa heç tətbiq etməməyin tərəfdarıyam. Burada biz qalium hellə kifayətlənməli oluruq və Solidaqa kompozitium preparatıdır ki, böbrəklərin detoksifikasiya funksiyasını yaxşılaşdırır. Detoks drenaj protokolumuz həftədə dağınıq skleroz xəstəliyinin müalicəsində də həftədə 2 dəfə aparılır. 5-10 prosedur olmaqla. 5 çox azdır deyərdim ki, təbii ki, prosedurlar 10 dəfə olmaqla aparılır. Əgər autoimmun bir xəstəlikdən danışırıqsa, mütləq şəkildə quna preparatları bizim ən böyük silahımızdır deyərdim bu xəstəliyin müalicəsində. Çünki aqressivləşmiş bir immun sistemlə qarşı-qarşıyayıq və xəstəlik, dağınıq skleroz T-helper 1-lərlə T-helper 2-lərin arasında olan müvazinətin
pozulması nəticəsində yaranır. İnflamator sitokinlər bilirik ki, orqanizmdə hər hansı bir iltihab baş verirsə, həmin anda hansı maddələr sintez olunur? İltihabi sitokinlər. Hansı ki, bu iltihabi sitokinləri biz çox yaxşı tanıyırıq. Interleukin 1-dir, kəskin fazada olan sitokindir. Interleukin 6 artıq bir neçə kəskin faza baş verəndən bir neçə saat, 48, 24, 48 saat sonra artıq yerini verir interleukin 6-ya. TNF, alfa və autoimmun xəstəliklərdə TH17-lər tərəfindən sintez olunan interleukin 17. Və bugünkü gün müalicə protokolumuzda kəskin mərhələdə interleukin 1-in əleyhinə anti-interleukin 1, yəni aqressiv halda olan T və B limfositlərin aktivliyini aşağı salmaq, xəstəliyin alovlanmasının qarşısını almaq məqsədi ilə anti-interleukin 1 preparatı istifadə edirik. Digər bir preparatımız və xroniki xəstəliklərin autoimmun bazanın olmazsa olmazı Guna interleukin 10 preparatı. Çünki interleukin 10 interleukin 6'nın sanki antidotudur. Yəni interleukin 6 bizim iltihabi sitokindir və onu biz bu aktivləşmiş immun hüceyrələrin depressiyası məqsədi ilə, onları sakitləşdirmək məqsədi ilə uzun müddət 20 damcıdan 2 dəfə istifadə etdiyimiz və mən şəxsi praktikamda aylarla deyərdim ki, istifadə etdiyim bir kiçik dozalı preparatlardır. Bildiyiniz kimi bu preparatlar xüsusi texnologiya ilə hazırlanır və hansı ki bu texnologiyada ultra aşağı dozalı preparatlardır və onlar orqanizmin öz fizioloji vəziyyətinə uyğun dozalardadır. Yəni 10 üstü mənfi 10, 10 üstü mənfi 12 milliqram litr dozalardır. Hansı ki hüceyrələr bunları, bu preparatları çox asanlıqla öz fizioloji doza qatılığında olduğu üçün mənimsəyir və preparatlar əmr vermir hüceyrələrə. Sadəcə olaraq hüceyrə reseptorlarını stimullaşdıraraq immun hüceyrələri lazımi istiqamətdə regulyasiya edir, lazımi istiqamətə yönləndirir. Guna interleukin 10 preparatı gördüyünüz kimi autoimmun xəstəliklərin bazis müalicəsidir. Ümumiyyətlə, əgər biz integrativ təbabətdə xroniki sonlanmayan iltihabdan danışırıqsa, interleukin 10 nəinki autoimmun xəstəliklər və dağınıq skleroz, bütün xroniki xəstəliklərdə, sehli qişa iltihablarında, o cümlədən xroniki ağrı sindromlarında və hətta əlavə olaraq qeyd eləmək istəyirəm ki, burada qeyd olunmasa da mən şəxsi praktikamda depressiyalarda və depressiyadan əziyyət çəkən pasientlərdə anti-il-1 və Guna interleukin 10 preparatları günümüzdə praktikada çox müvəffəqiyyətlə istifadə olunmaqdadır. Interleukin 4 isə baza preparatıdır, yenə də dağınıq skleroz xəstəliyinin müalicəsində. Niyə görə? Çünki burada autoimmun iltihabi proseslərdə balansı təmin edən əsas preparatdır. Hansı ki, interleukin 17 və TNF alfa, il-17 və TNF alfa bizim autoimmun proseslərdə artan mediatorlarımızdır, sitokinlərimizdir. Hansı ki biz bunu kontrol altına almaq üçün uzun müddətli Guna interleukin 4 preparatını istifadə edirik və təbii ki hər biriniz preparatın istifadə qaydasını bilirsiniz. Nəinki autoimmun xəstəliklərin baza müalicəsi, həmçinin revmatizm, revmatoid artrit, spondilartrit, xroniki iltihabi xəstəliklərin hər birində və dəri xəstəlikləri də bura aiddir. Yəni autoimmun xəstəliklərin hər birində allergiyalardır, yuxarı tənəffüs yollarının allergik xəstəlikləri, autoimmun xəstəlik və hər birində biz Guna interleukin 4 preparatını istifadə edirik. Təbii ki, dəyərli kolleqalar, bunların istifadəsi bir neçə ayı əhatə edir. Və biz artıq alovlanan autoagressiyanı söndürəndən sonra ən dəyərli preparatlardan biri Guna TGF beta 1 preparatıdır. Hansı ki transformasiya edici böyümə faktoru olan TGF 1 beta hüceyrələrə artıq belə fikrimi izah edeyim mən sizə. Sanki iltihabı söndürdük, hüceyrələrin aqressiyasını götürdük və nə etməliyik? Artıq orqanizmə
öz toxumalarını tanıma şansı verməliyik. Biz bu şansı toxumalara Quna TGF beta 1 preparatı ilə veririk. Yəni orqanizm öz toxumalarını tanısın və onlara qarşı autoaqressiya göstərməsin. Və bu deməli İlk dəfə TGF-1 beta insan trombositlərində yaraların sağalmasında potensial rolu olan bir protein kimi müəyyən olunsa da, artıq bütün sağalma mərhələsində olan, yəni sakitlikdə olan, dağınıq skleroz kimi tam sağalma deyə bilmirik təəssüf ki, amma yəni iltihabi prosesin kontrol mərhələsində artıq atak yoxdursa və heç bir kontrast tutan ocağımız yoxdursa, bərpa mərhələsinə keçmişiksə, bu zaman biz TGF beta 1 preparatını pasientlərimizə yaranmış nevroloji defisiti bərpa etmək və hüceyrələrə sanki öz immun hüceyrələrimizə öz toxumalarımızı tanıtmaq məqsədi ilə tətbiq etməkdəyik. Quna Matrix preparatı unikal bir preparatdır. Hətta bir neçə vaxt olmadı bu preparat. Çox əziyyət çəkdik təbii ki. Quna Matrixin drenajını, detoksunu edən ən çox sevdiyim preparatlardan biridir. Çünki nəinki autoimmun xəstəliklər, bütün xronik xəstəliklərin müalicəsinin bazasında olan bir preparatdır və yenə də istifadə qaydası preparatın digər Quna preparatlarında olduğu kimidir. Gələk ortomolekulyar detoks və hüceyrəvi qorumaya. Nə etdik? Mühiti dəyişdik. İltihabı kiçik dozalı preparatlarla kontrol almaq istədik. Və detoks deyərkən biz həm izopatiya, həm biotənzimləyici preparatları istifadə etdik və ortomolekulyar detoks dediyimiz hüceyrəni qoruyan antioksidanlarımız var ki, təbii ki, burada bir oksidativ stresin əsas patogenetik mexanizm təşkil etdiyi bir xəstəlikdə biz bu preparatlardan keçə bilmərik. Və bunlardan da ən başlıcası paskarbindir, digəri glutatsion, peroksidaza fermentini aktiv edən NAC-dır, glutatsondur özü, NAC-dır, N-asetilsistein ən böyük antioksidantlardan, selendir. Çünki selen özü də ağır metalların şelasyonunda, ağır metalları zərərsiz duzlara çevirərək orqanizmdən kənarlaşdırılmasında bildiyiniz kimi çox güclü bir antioksidantdır. Y vitaminidir və yod. Yod dağınıq skleroz xəstəliyinin patogenezində rol oynayan əsas halojenlərdən biridir. Hansı ki, ağır metalları çıxarmasında bizə çox böyük dəstək edən mikroelementdir. Və klinik simptomların bərpası, toxuma asidozunun, toxuma gipoksiyasının qarşısını almaq məqsədi ilə alfa-lipoik asid, yəni alfa-lipoid turşusu, olmazsa olmazımız magnezium və sink kimi böyük bizə dəstək olan yəni ortomolekulyar detoksları da nəzərinizə çatdırmaq istəyərdim. Paskarbin oksidativ stressdə elektron donoru kimi iştirak edən bir bizim əsas patogenetik fazaya, yəni oksidativ stresi kontrol altında saxlamağımıza kömək edən ən vacib elementimizdir. Paskarbini hətta mən yəni təcrübədə xəstələrə sxematik şəkildə tətbiq edirəm. Yəni dağınıq sklerozdan əziyyət çəkən xəstələr mütləq ki, sxem üzrə kəsmədən daimi demək olar ki, paskarbin qəbul edir və preparatı tanıyırsınız hər biriniz. Üstünlüyü ondan ibarətdir ki, duz halındadır və oksidativ stressdə elektron donoru rolunu oynayaraq oksidativ stresi aradan qaldıran ən güclü silahlarımızdan biridir. Bərpa mərhələsini həm biz cerebrum kompozitium, plasenta, vertigo gel preparatları və həm də hüceyrə səviyyəsində regenerasiyanı bərpa etmək üçün ən çox istifadə etdiyim vit orqan preparatları haqqında sizə məlumat vermək istəyirəm. Preparatlardan Neyfok, hansı ki tərkibi, bu preparatlar təbii tərkibli olmaqla yanaşı tərkibi çox zəngindir və xəstənin zədələnmiş MRT-də nahiyələrinə
uyğun mən adətən preparatları seçirəm. Çünki gördüyünüz kimi diencefalon, cerebellum, cortex, medulla spinalis və bir çox yəni müxtəlif preparatlarda bir çox nahiyələrin xüsusi bərpa hüceyrələri var ki, bu bərpa hüceyrələrinin verdiyi bioregulyasyon, yəni siqnallar, kiçik siqnallarla zədələnmiş toxumaların, zədələnmiş nahiyələrin və xəstələrdə digər müalicələrlə heç illərdir müalicə alıram, bu simptomum keçmir dediyimiz xəstələrdə belə müsbət, dinamik yəni yaxşılaşmalar əldə olunur. Medulla oblongata, medulla spinalis tərkibli çox dəyərli neydil var, yəni ki, tərkibi sırf onurğa beyni hüceyrələri və uzunsov beyin hüceyrələridir. Burada müxtəlif tərkiblərlə korteks cerebri, diencefalon, epifiz plasentanı biz görə bilərik. Təbii ki, dərman seçimi xəstəliyinin mərhələsi onun klinik simptomlarına əsasən aparılır. Bu preparatları biz bir neçə üsulla tətbiq edə bilərik. Həm navakainlə birləşmiş şəkildə əzələ daxilinə və mən praktikamda daha çox homosiniatriya üsuluna üstünlük verirəm ki, məqsədə hədəflənən müalicə kimi qeyd etmişəm homosiniatriyanı. Çünki neyroimmunoendokrin oxu üzərindən təsir edən bir nevroloji müalicə növüdür. Məqsəd burada biotənzimləyici, bioregulyasyon preparatları xüsusi akupunktur nöqtələrini stimulyasiya etməklə alınan və mühiti, lokal olaraq biokimyəvi mühiti tənzimləyən bir üsuldur. Burada müxtəlif şəkilləri qoymuşuq, hansı ki, akupunktur nöqtələrə tətbiq olunur və neyroendokrin bərpa dəyərli kolleqalar. Belə xəstələr bilirsiniz ki, atak müalicələrində də uzun müddət, atak müalicələrində yüksək dozalı steroid preparatlar istifadə edir və təəssüf ki, bu steroid preparatların mənfi təsirlərindən biri də adrenal yorğunluğun olmasıdır. Yəni bu pasientlər neyroendokrin bərpa prosesini keçməsi üçün pasientlərin biz glandula suprarenalis və kortizon inyel kokteylini SMBT-nin üstünlüyündən istifadə edərək əsasən də 10-cu döş fəqərəsi, 1-ci bel fəqərəsi səviyyəsində hansı ki segmentar olaraq böyrəüstü vəzin proyeksiya nöqtələridir. Bu nöqtələrə inyeksiya edirik, amma bu inyeksiyalar biraz həm SMBT, həm də fəqərə çıxıntıları nahiyəsinə qədər dərin inyeksiyalar olunur və məqsəd burada kortizon inyel təbii tərkib olduğu üçün steroidlərin verdiyi əlavə təsirləri vermir və əksinə böyrəüstü vəzin stimulyasiyasını həyata keçirir və öz daxili rezervini bərpa etmək üçün orqanizmə köməklik göstərir. Bu inyeksiya metamerik neyrovegetativ əlaqə vasitəsilə simpatik gərginliyi azaldır. Çünki belə xəstələr daim parasimpatikusun yenməsini görürük. Nervus vagus üzərindən parasimpatik sinir sisteminin aşağı olması, simpatik sinir sisteminin üstünlüyü ilə gedən bir prosesdir və biz də glandula suprarenalis, kortizon inyel, burada kokteylimiz fərqli də ola bilər. Mən bu kokteyli praktikamda istifadə edirəm və onu sizlərlə bölüşmüşəm. Və təbii ki, nevral terapiyanı tətbiq etməmək mümkün deyil. Nəyə görə? Çünki nevral terapiya mən dedim ki, belə xəstələrdə vegetativ sinir sisteminin pozulması, disregulyasiyası baş verir. Və biz əgər azan sinir üzərindən, nervus vagus üzərindən parasimpatik su qaldırmaq istəyiriksə, mütləq pasientlərimizdən dərin anamnez toplayıb nevral terapiyanın da əgər vacib lazımdırsa mütləq tətbiq etməliyik. Vegetativ sinir sisteminin disregulyasiyasının müxtəlif ağrı və funksional pozğunluqların yaranmasında rol oynadığı nəzəriyyəsinə əsaslanan bir terapiyadır. Biz burada nə istifadə edirik nevral terapiyada? Aşağı dozalı yerli anestetiklər. Anestetik deyəndə biz şəxsi praktikada lidokain istifadə etmirik. İstifadə etdiyimiz isə prokain inyeksiyalarıdır. Nevral terapiyanın özünün icra olunmasının bir çox qaydaları var. Mən burada qoymuşam. Adrenalanger nöqtələridir, maniya sahələridir. Maniya sahələri çünki çapıqlardır, maniya sahələridir. Bunlar daimi olaraq mərkəzi sinir sisteminə
negativ siqnallar ötürən və sinir sisteminin disregulyasiyasını verən bir problemlərdir və bunların aşkarlanması nevral terapiya vasitəsilə və aradan götürülməsi integrativ tibb mütəxəssisinin qarşısında olan əsas məqsədlərdən biridir. Çünki burada vagus sinirinin blokada deməzdim, yəni inyeksiyası, vagusun tətiklənməsi, yəni azan sinirin, xroniki maneə sahələri vegetativ sinir sistemini nəyidir? Daim tonusda saxlayır. Simpatik sinir sistemini daim tonusda saxlayır. Çünki niyə? Orqanizmdəki stres var, iltihab rejimində çalışır orqanizm və ona görə də daimi olaraq həm də adrenal yorğunluğu olan pasientlərdə daimi olaraq bir simpatik tonusu görürük və bu məqsədlə də nervus vagus inyeksiyaları da xüsusi əhəmiyyət kəsb edir. Adrenalin nöqtələri palpasiyası göstərilib. Burada gördüyünüz kimi biz burada bir neçə nöqtəni boyun nahiyəsindən palpasiya edirik və xəstənin üzünə baxaraq harda ağrının olduğunu təyin edib, badamcıqmı, sinuslarmı, yoxsa diş diblərindəmi, hər hansı bir aktiv iltihab görünməməsinə rəğmən, yəni hər hansı bir əgər pasientdə həssas nöqtəni aşkar eləyiriksə, mütləq həmin nahiyələrin nevral terapiyasını həyata keçiririk. Nəticə nə olur? Burada həm də mən ganglion pterga palatinum proyeksiyasına da toxunmalıyam, proyeksiyasına olunan nevral terapiyaya da toxunmalıyam ki, nevral terapiya ümumiyyətlə anında, yəni olunduğu andaca toxumaların, hüceyrələrin repolarizasiyasını, yəni qütbləşməsini verən bir müalicə üsuludur. Saniyələr içində membran potensialları bərpa olur. Pozulmuş hüceyrənin membran potensialı bərpa olur. Patoloji siqnal kəsilir. Beləliklə də bədəndə olan ən güclü iltihab əleyhinə olan sinirimiz var. Hansı ki biz buna azan sinir deyirik, nervus vagus və bu texnikalarla azan siniri aktivləşir. Ona görə ki maneə sahələri, adrenalin nöqtələrində olan həssaslıqlar müalicə edilmədikcə digər müalicələrə keçid bəzən effektsiz olur. Mən burada yenə də nevral terapiya protokolu üzrə olan inyeksiyaların şəkillərini qoymuşam. Burada indi bunu bilən kollegalar var. Əlbəttə ki, aranızda ağrı yarada biləcək orqanların segmental terapiyası olunur. Servikal paravertebral əzələlərdə aktiv olan trigger nöqtələri tapılır. Onlar inyeksiya olunur. Trigeminus sinirlərinin çıxış yerləridir. Burada oxla göstərirəm. V1-dir, V2-dir və buradan 3-cü diş nahiyəsindən girib bu V2 şaxəsinin inyeksiyasıdır. Bunlar icra olunur. Nervus supraorbitalis, occipitalis major, minor, infraorbitalis və mentalis. Bu çıxış nöqtələri inyeksiyalanır. Və Hopferə görə kəllə ətrafına quadıllar gördüyünüz kimi, yəni bu dəri içi inyeksiyalar, servikal segmentə kain inyeksiyaları olunur. Mütləq xəstədən dediyim kimi, çünki sinusit problemləri, diş tibi problemləri və yaxud da bədəndə olan hər hansı bir xroniki iltihab varsa mütləq aşkarlanıb müalicə olmalıdır və təbii ki prokain qələvi infuziyaları nevral terapiyanın əsasıdır. Dəyərli kollegalar, prokain infuziyaları ilə mən nitqimi yekunlaşdıracağım. Bunlar demək olar ki, Azərbaycanda heç yerdə tətbiq olunmur. Tək integrativ təbabət klinikasında, integrativ yəni təbabətlə məşğul olan həkimlər tərəfindən tətbiq olunur. Bu infuziyalar xüsusi nəzarət altında aparılır. Hansı ki, bizim vena daxilinə istifadə etdiyimiz prokain nə işi görür? Bu membran 2 təsir mexanizmi var prokain qələvi infuziyasının. Neyrotrop maddədir prokain və nə edir? Zədələnmiş sinir və endotel hüceyrələrinin dediyim kimi repolarizasiyasını, yəni qütbləşməsini təmin edir və pozulmuş hüceyrə membranının elektrik potensialını, burada hansı ki -90 mikrovolt qeydləmişəm, onu sabitləşdirir, yəni keçiriciliyi sabitləşdirir. İkinci tərəfdən asidozun blokadasıdır, çünki biz prokainlə yanaşı qələvi məhlulundan da istifadə edirik. Burada natri bikarbonat. Bu birləşmiş infuziya isə matriksin turşuluğunun azaldılması istiqamətində gedən ən güclü iltihab baskılayıcı terapiyalardan biridir və nəhayət Fenton reaksiyasının dayanması, yəni mühit qələviləşdikcə, çünki az əvvəl demişdik ki, türş mühitdə dəmir ionları
Yəni aşırı dərəcədə hidroksil qrupları yaranır və bu da oksidativ stresi dərinləşdirir, asidozu dərinləşdirir və mühit qələvləşdikcə də sərbəst dəmir ionları zərərsizləşir. Oksidativ stresi alovlandıran zəncirvari reaksiya kökündən kəsilir. Və indi isə sizə aldığım nəticələrin bəzilərini tətbiq eləmək istəyirəm. Hansı ki, bəzilərinin var yaşı, amma pasientlərin bəzilərinin yaşını qoya bilməmişəm. Pasient bizə müraciət eləmişdi Naxçıvandan kəskin mərhələ və sonra da müalicədən sonra orada müalicə olmuşdu. Akademik tibb həkimi tərəfindən gördüyünüz kimi bariz biz burada spastik yerişi görürük. Müalicədən sonra qalan qalıq əlamətidir, hansı ki atakta deyil, yerişində bu aydın şəkildə özünü göstərir. Burada da pilləkən çıxmada olan narahatlığını aydın şəkildə görürsüz və müalicədən sonrakı yeriş və sırf inteqrativ tibblə aparılmış müalicələrin nəticəsini nəzərinizə çatdırmaq istəyirəm. Çox rahat bir şəkildə öz yerişini davam etdirir. Bu bir dağınıq skleroz pasientimizin əvvəl və sonrakı görürsüz burada müvazinət pozulması var. Hətta özü deyirdi ki, mən tək heç yerə gedə bilmirəm, mütləq yanımda kimsə olmalıdır, yapışmalıyam, yıxılıram, səndəlləyirəm. Müayinə nəticələridir. MS xəstəsiyəm. Allah. Pasient evdə olaraq evdən çəkib göndərib bizə bu yerişini və bu da təəssüf ki, mən bunu çox rahat şəkildə yeriyir. Heç bir müvazinət pozulması yoxdur. Bu da digər bir pasientimizdir. Hansı ki, dediyim kimi təəssüf ki, xəstəlik çox gənc yaşlarda, gənclərdə 20-40 yaş arası qadınları tutan bir xəstəlikdir və burada anasının müşayiəti ilə yalnız çox çətinliklə yerişi var və çox vaxtınızı almadan artıq müalicədən bir neçə müddət sonra özüm evdə rahat gəzirəm, yerişim daha yaxşıdır, özümü idarə edirəm kimi bu pasiyentimiz də xəstəliyin çox az yaşı olmasına baxmayaraq kəskin gedən dağınıq skleroz formalarından biridir. Müvazinət problemi var idi, dəngə problemi var idi. Yeriyəndə əlində, qolunda olan tremor və qolunu necə yarım dirsəkdən yarım bükülmüş şəkildə saxlayır, ona diqqət eləyin. Hətta qorxur yeriməyə, anasını yanına istəyir, yeriyəndə çünki müvazinəti pozulur. Birazdan fikir verərsiniz, hətta oturmağa çalışanda belə müvazinətini itirir və mən tez videonu sonlandırıram. Qolu görsüz dirsəkdən bükülüdür, tremoru olur, tremoru var və burada artıq bu hələ pasiyentdə müalicələrimiz davam eləyir. Artıq bacısı deyir ki, özü sərbəst şəkildə parka gedir, gəzir, gəlir. Özünə daha əmin, spastikası xeyli azalıb, ayağında gücü artıb.
Digər bir dallı skleroz pasiyentimiz, hansı ki, təəssüf ki, bütün pasiyentləri biz bura yerləşdirə bilmirik, amma hər biri həm icazə vermir, həm hər birindən çəkiliş almaq mümkün olmur, həm də çox vaxtınızı almaq istəmirəm. Burada yenə də səndəliyən müvazinətin itməsi ilə gedən bir halbuki qoruyucu müalicələrini alan bir pasiyentidir, daimi də Avonex müalicəsindədir, yəni alırdı və müalicədən sonra yerişin necə sərbəst şəkildə Onlar yoxdur. Çölə, bayrağa, marketə çıxa bilirdi. Apar məktəbə gətirə sərbəst özün tək bayrağa çıxa bilirdi. Avanex-i nə qədər vaxtdan bir alırdın və neçə ildə alırdın? Bura gələndə neçə ildə Avanex-i? 2012-dən bəri. 2012-dən bəri davamlı olaraq hər həftə birini hər həftə alırsan. bir dəfə. Amma ona baxmayaraq bura gələndə yeriyə bilmirdin. Yəni səndəliyə gəlmişdin. İnteqrativ müalicələrini davam edirsən, düzdürmü? Oldu, çox sağ ol. Dallı skleroz nə qədər cavan xəstələrdə müşahidə olunsa da, təəssüf ki, müəyyən yaşdan sonra, düzdür, belə simptomlarla bizə müraciət edən pasiyentlər olanda biz düşünürük ki, yəqin bu dallı skleroz deyil. Amma fikir verin, pasiyent heç qəti dəstək olmadan ayaq üstə dura bilmədiyini deyirdi. Yəni bu elə gələndə bizə müraciət edəndə olan videosudur. Fikir verin, yeriyəndə dizləri bükülür və gücü çox zəifdir. Bir kurs müalicədən sonra gələndə artıq bir çox dəyişikliklər onda müşahidə olundu. Baxmayaraq ki, yaşlı pasiyentdir, əlavə xəstəlikləri var. Çünki orqanizmin bərpa səviyyəsi həm hər biriniz həkim kimi bilirsiniz ki, onun daxili resurslarından asılıdır və digər yanaşı gedən xəstəliklərdən də asılıdır. Bu artıq bir kursdan sonra çox sevincək halda gəlmişdi. O sevinç hissi xəstənin üzündə də görünür. Deyir, doktor, mən heç qablarımı da yuya bilmirdim, ayağa dura bilmirdim. Yəni ancaq sürünə-sürünə hərəkət eləyirdim. Amma indi tuta-tuta da olsa ayağa dururam, söykənib durub hər hansı bir yeməyimi bişirirəm və yaxud da qabımı yuyuram və yaxud da necə. Çünki xəstə oğlu ilə yaşayırdı, ona qulluq edən, kömək edən heç kim yox idi. Mən pis vəziyyətdə. Nə idi şikayətiniz? Narahatçılıq nə idi? Yeriyə bilmirdim. Aha. Heç ümumiyyətlə ayaq üstə duranmırdınız. Dura bilmirdim. Həmişə dururdum, qanıyorum, amma indi yıxılırdım. Ona görə heç nəyə yaxın dura bilmirdim. Bəli. Elə otururdum ya da sürünə harasa gedir. Sürünə-sürünə. Ayaq üstə durmağınız mümkün olmurdu. İndi şükür, ayaqda dururam, rahatca, işimi görürəm. Hər şeyə heç kimə ehtiyacı olmur. Əla. Heç kimə ehtiyacınız olmadan özünüzü idarə edə bilirsiniz. Şükür Allaha. Bir də ki, dediniz böyrəklərinizə də hətta. Böyrəklər mənə xeyir eləyir. Danışmağıma da xeyir eləyir. Hə, səsiniz çox zəif çıxırdı gələndə. Məncə səsinizin tembri aşağı idi, düzdürmü? Hə. Nə gözəl. Sevindim mən də. İnşallah ikinci kursunuza başlayaq. Biz də belə olanda. Çox sağ olun detallı məlumatlarınız üçün. Buyurun. Allah əllərinizə şəfa versin həmişə. Amin inşallah. Belə bir sual gəlib Ülviyə xanım. Deməli 48 yaşlı qadın dağınıq sklerozla 7 aydır diaqnoz qoyulub. Steroid terapiya alıb, görmə bərpa olunub. Avonex təyin olunub. İndi vəziyyəti çox yaxşıdır. Aha. Əgər inteqrativ müalicəyə başlasa, Avonexi dayandırmalıdırmı və Avonexin hansı yan təsiri ola bilər? Belə tipli suallar çox olur. Həm xəstə yaxınları, həm də xəstələr tərəfindən. Onu deyim ki, biz yenə deyirəm, inteqrativ tibb mütəxəssisi olaraq akademik tibbin kəskin mərhələdə olan terapiyalarının qəti şəkildə əleyhinə deyilik. Və Avonex də xəstəliyin qoruyucu mərhələsi, qoruyucu məqsədlə verilən bir beta interferondur. Mən bir həkim olaraq heç vaxt xəstələrimə Avonex etmə və yaxud da Ocrevusu dayandır və yaxud da hər hansı bir rituximab müalicəsinə getmə sözünü demirəm. Nəyə görə? Çünki biz indi dallı sklerozla məşğul olan həkimlər zaten bilir. Həm bu preparatların qəbul olunması zaten dallı sklerozu dayandıracaq qarantisini vermir. Bax, inteqrativ təbabətin əsas üstünlüyünü istəyirəm ki, hər kəsə fikrimi rahat izah edeyim. Yəni, Avonex alsa da, almasa da və yaxud da hər hansı bir daha güclü bir qoruyucunu alsa da, o xəstənin atak keçirməyəcək qarantisi yoxdur. İnteqrativ təbabət isə
Biz xəstəyə demirik Avanex-i almayın. Zaten göstərdiyim xəstələrin hər birinin yəni nəticəsini paylaşdığım xəstələrin hər birinin qoruyucu müalicələri var idi bizə gələndə. Yəni onların heç biri düzgün müalicə olmayıb, qoruyucu müalicə almayıb. Belə xəstələr deyildi. Və bilmirəm səslərdə eşitdiniz, eşitməmiz, hətta xəstələr bəli biz müalicələrimizi alırıq sözlərini deyirlər. Amma təəssüf ki, xəstəliyin səbəbini akademik təbabət az əvvəl dediyimiz etiopatogenetik hədəfə almadığı üçün xəstəliyin inkişafın qarşısını alacaq qarantisini biz tək akademik təbabətlə xəstələrə verə bilmirik. Və hətta Avanex-i kəssə belə, üzr istəyirəm, kəsməsə belə xəstəliyin ağırlaşmayacağını heç kim ona qaranti verə bilməz. Ona görə də mən bir mütəxəssis kimi Avanex-i kəs demirəm. Amma pasiyentə burdan o sözü də, daha doğrusu dəyərli doktorumuza demək istəyirəm ki, pasiyentlərim var, heç bir qoruyucu müalicə almırlar. Və belə pasiyentlərin də sayı az deyil. Amma onlar öz razılıqları ilə, öz istəkləri ilə, mənim də təkidimə baxmayaraq, doktor biz bu müalicəni almayacağıq mesajını verib də sırf inteqrativ müalicə üsulları ilə hal-hazırda nəzarətimizdə olan bir çox sayda xəstəmiz var. Şükürlər olsun ki, heç birində hələ atakın olduğunu görməmişik. Yəni xəstəliyi tam kontrolə almaq mümkün olur. Amma əgər bir həkim kimi mənim dilimdən onu eşitmək istəyirlərsə, bu bir beyin patologiyasıdır. Burada biz maksimum dərəcədə ehtiyatlı olmalıyıq deyə mən Avanex-in və yaxud da digər qoruyucuların kəsilməsinin tərəfdarı deyiləm. Avanex-in əlavə təsirləri zaten xəstələr 3 ayda bir biz mütləq ümumi qan sayımına baxırıq, qaraciyər fermentlərinə baxırıq və xəstələrdə Avanex-ləmi davam edəcəyik, yoxsa ciddi limfopeniya mı var, bunu biz başqa bir dərmanla mı dəyişəcəyik, ona artıq mütəxəssis analizlərdən sonra qərar verir. Və Avanex nə zaman dəyişdirilə bilər də sualına elə buradan cavab verim ki, əgər xəstəlik kontrol altından çıxırsa, McDonald kriteriyalarına görə əhəmiyyətli olan klinik atak və yaxud da hər hansı bir ocaq sayında artım müşahidə olunursa ki, bu normaları ötür, o zaman artıq həkim qoruyucu müalicənin bir digər etapına keçmək barədə düşünür. Belə bir sual gəlib. Onkoloji xəstəlik zamanı alınan kimyoterapiya MS ataklarını artıra bilərmi? Məntiqli olaraq xeyr deyərdim. Çünki bu bir autoimmun xəstəlikdir. Zaten yəni orada da müəyyən qədər hormon müalicələri tətbiq olunur. Burada düşünmürəm ki, tətbiq olunan müalicələr MS ataklarını artırsın. Orada da immunosupressiya gedir də əsasən. Bəli. Düzdür, Yəqin. dozlarımız çox fərqlidir Yeganə xanım. Əslində biz yəni nevroloqlar bu xəstəlikdə çox yüksək doz puls terapiya edirik. Çox yüksək doz kortizon müalicəsi veririk, amma yenə də düşünmürəm ki, bu atak versin. Yəni ataklara səbəb olsun daha doğrusu. Çünki siz dediyiniz kimi nəticədə immunosupressiyadır. Həm də onkolojidirsə kimyoterapiya da qaçılmazdır da. Bəli. Tərəzinin gözlərinə baxsaq onu da almalıdır. Allah kömək olsun. Amin. Belə suallar bu qədər. Ülviyə xanım, çox sağ olun. Təşəkkür edirik. Mən Sizə təşəkkür də, edirəm hər kəsə. dinləyənlərə də. Bu axşam vaxtı bizə qoşulan hər kəsə təşəkkür edirik, vaxtlarını ayırıb bizi dinlədikləri üçün. Yenə də hər hansı suallar olarsa, Bioloji Təbətin ya Instagram səhifəsinə, ya mənim yazın ki, cavablandıraq və bu müalicə ilə bağlı heç kimin şəkki, şübhəsi qalmasın. Belə bir həmin həkim yazıb, o xəstəsi ilə bağlı sual verən, neçə müddət aparılmalıdır Nə, müalicə? Avanex müalicəsi mi, yoxsa inteqrativ tibb müalicəsi mi? Yox, yəqin ki, inteqrativ tibb müalicəsini deyər. İnteqrativ tibb müalicələri bizim normal biotənzimləyici müalicələr, iltihapla mübarizə, yəni müxtəlif patogenetik həlqəyə təsir edən bir müalicə olduğu üçün belə deyərdim. Yəni necə Avanex müalicəsi uzun müddət və yaxud da ömürlük və yaxud da dəyişərəkdən aparılır, o cümlədə də inteqrativ tibb müalicələri. Yəni burada 3 ay verim, 5 ay verim deyə bir müddət yoxdur. Bu təbii ki, asılıdır xəstənin həyat tərzindən,
düzgün qidalanmasından, çünki burada qidalanma çox vacibdir. Xəstəliyin ağırlıq səviyyəsindən və xəstəliyin klinik formasından. Amma müalicəni alan xəstələr vaxtaşırı mütləq inteqrativ tibb mütəxəssisinin qəbulunda olmalıdır 3 aydan bir, 4 aydan bir. Çünki biz immun sistemin vəziyyətini nəzarət altında alaraqdan az əvvəl qeyd etdiyimiz çox aşağı dozalı preparatların birindən birinə keçid eləyirik, ya ikisini kombinləyirik, ya üçün kombinləyirik, ya immun sisteminin vəziyyətindən asılı olaraq hərəkət edirik və ona görə də mütləq vaxtaşırı həkimlə nəzarətində olmaq, müəyyən qaydalara, qidalanmaya, aktiv həyat tərzinə və sairə kimi bəzi meyarlara əməl etmək lazımdır. Özümün bir sualım var, Ülviyə xanım. Buyurun, Sağollaşırdı, eşidirəm. duyaq ki. Deməli, bu genetik meyillik əgər yoxdursa, Aha. onda deməli e, heç vaxt yarana bilməz. Yəni bu Bəli, yarana epigenetika bilməz. əgər genetikasında yoxdursa da Yoxdursa yarana yaranmayacaq. bilməz. Xeyr. Bəzən deyirlər, məsəl üçün, doktor, heç bir genetik siz deyən kimi, amma bu genetik meyilliyi olan pasientlərdə yaranan bir xəstəlikdir. Mən sizin sualınızın əksini verib ona cavab vermək istəyirəm. Tərsini, yəni ki, sualı belə də qoya bilərik ki, məsələn, hər genetik meyilliyi olan pasientdə dağınıq skleroz üzə çıxırmı? Təbii ki, xeyr. Çünki biz bilirik ki, bir çox genetik asılılığı olan xəstəliklər var. Nəslində şəkər xəstəliyi olan, təzyiq xəstəliyi olan, ürək-damar xəstəliklərinə meyilli olan pasientlərimizin sayı az deyil, düzdürmü? Amma əgər bir xəstə deməyək, bir fərd sağlam həyat tərzi keçirirsə, vaxtında yuxusu var, vaxtında yeməyi var, içməyi var, istirahəti var, idmanı var və sağlam qidalanırsa ən əsasından niyə bu xəstə şəkər xəstəsi olmalıdır? Niyə təzyiqi olmalıdır? O cümlədən də dağınıq skleroz. Əgər genetik meyilliyi olsa belə, epigenetik faktorlarda hər şey qaydasındadırsa, yəni həyat tərzi, dediyim kimi digər sadaladığım ünsürlər bu xəstə dağınıq skleroz olmaya bilir. Zaten inteqrativ tibb mütəxəssisləri sırf epigenetik faktorların üzərində dayanır və müalicələrini o yöndə qurur. Çünki bu genetik keçən bir xəstəlik deyil, məsəl üçün övladına keçsin, kiməsə keçsin. Sadəcə olaraq ana bətnində olan xüsusi mambadır, qals mutasiyalarıdır, HLA-DRB1 halotipi dağılımlarıdır. Yəni ümumilikdə bir 6 xromosomda HLA 1-ci sinif, HLA 2-ci sinif genlərinin mutasiyalarıdır ki, və yəni bu mutasiyalar epigenetika ilə birləşəndə artıq dağınıq skleroz xəstəliyinin meydana çıxması qaçılmaz olur. Aha, çox sağ olun. Digər sual deməli, xəstə target terapiya, akıllı ilaçlar alan xəstə. Bəli. Yəni target terapiya dövründə MS müalicə oluna bilərmi? Akıllı ilaçlar zaten zumablar dediğimiz yəni dərman növləridir ki, onlar zaten MS-in dağınıq sklerozun da müalicəsində istifadə olunur. Heç bir problem olmaz deyə düşünürəm. Çünki yenə deyirəm, onsuz da o tipdə monoklonal antikor deyirik biz bunlara, CD20 hüceyrələri, yəni B limfositlərə yönələn bir müalicə üsullarıdır ki, dövrümüzdə yəni dağınıq sklerozda ən güclü, belə deyək, ən son müalicə üsulları hesab olunur ki, onların tətbiqi də, yəni digər akıllı ilaçlarla sadəcə olaraq xəstənin simptomları, xəstəliyi, onlar nəzərə alınmalıdır və oluna bilər deyə düşünürəm. Yəni xəstəni görmədən, onun belə deyək də dərin müayinəsi olmadan təbii ki, bir söz demək çətin məsələdir. Oldu, Ülviyə xanım. Sağ olun, təşəkkür edirəm. Buyurun, mən təşəkkür edirəm. Gələcək webinarlarda görüşənə qədər. İnşallah.